harda qədər başa çatır, harda azad seçim başlanır. Qədər Allahın təqdir etdiyi işləri insanın öz iradəsi ilə seçib etməsidir. Nəyə əsasən müəyyənləşdirilir ki, bu qədər deyil, amma bu seçimdir? Yəni insanın iradəsi xaricində və insanın burada müdaxilə şansı və dəyişdirmə şansı olmadı. İnsanların öz etdikləri üzündən qarşılaşdıqları məsələlərdə məsuliyyəti başqasının üzərinə atma cəhdi vardır. Əgər Allah bir şeyi qabaqcadan müəyyənləşdiribsə, onda niyə bizi hesaba çəkir? Yəni Allah istəməzsə, siz bunu edə bilməzsiniz demək, sizin bu seçim haqqınızı Allah vermişdir deməkdir. Bir günah iş görür, deyir ki, Allah istədiyi üçün mən bu günahı görürəm, çünki belə bir ayə var. Cəhd edərək alınmırsa imtahan, amma cəhd etmirsə, çalışmırsa, başına bir şey gəlirsə bu bəladır. İmam proqramının növbəti buraxılışı 30 aprel saat 19:30-da APA TV-nin efirində.